Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib. Bu barədə Bölgə TV Baş Prokurorluğu mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxsləri müxtəlif vasitələrlə aldadılaraq, onların adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan, hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəssiz maliyyə əməliyyatlarının aparılması və digər qanuna zidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb. Aparılmış istintaq tədbirləri çoxsaylı şəxslərdən ibarət olan, daxilində vəzifə bölgüsü aparılmış və vahid mərkəzdən ibarət olunan, mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan, onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirtməklə, vəzifə saxtakarlığı etməklə, çox həcmli əmtəssiz maliyyə əməliyyatları aparılıb, yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla, ölkə iqtisadiyyatının ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vasitələrini onların əldə edilməsinin həqiqi mənbəyinin kimə məxsus olmasının örtbasdır edilməsi və gizlədilməsi, məqsədi ilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqidlər həyata keçirməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib. Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 dələduzluq xüsusilə külli miqdarda törədildikdə, 193.3.1 xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq, 193-1.3.1, 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib. Həmin təqsirləndirilən şəxslərdən onun barəsində istintaq orqanının vəsaitəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib. Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib. Hazırda ibtidai istintaq davam etdirilir. Dilbər Vüqar qızı, Bölgə TV.